Salam əziz şagirdlər. Mən Polad Həşimov adına tədris mərkəzində riyaziyyat müəllimi Salə Rəhimzadə. Bugün sizə əvob, əçob haqqında daha sadə bir metodlardan istifadə edərək hesablanmasını keçəcəyik. Məsələmizə verilib əçob 48-72. Bunu necə hesablayırıq? Deməli, uşaqlar, düsturumuzu yazaq birinci növbədə əçob n-a, n-b bərabərdir. N hər ikisində ortaq qrupdur. Çıxardırıq mütərizə xaricində yerdə qalır. Əçob AB. Əboba aid düsturumuz da var. Əbob N-A, N-B ortaq qrup N olduğu üçün çıxardırıq mütərizə xaricində N vurulsun. Əbob AB. Gəlin indi bu düsturları misalımıza tətbiq edək. Düsturumuz əçob n-a bərabərdir n-b. Burada əçob 48'i 2 vur 24 kimi yazırıq. 72'ni 3 vur 24 kimi yazırıq. N'in yerində hər ikisində ortaq qrup olan bizdə 24 var. 24 vurulsun əçob 2 ilə 3 bərabərdir. 24 vurulsun 2 ilə 3'ün əçobu bizdə olacaq. Qarşılığı sadə ədədlər olduğu üçün bunların hasili 24 vurulsun 6, bu da bərabərdir 144'ə. Deməli, 48'in 70'in əçobu 144 imiş. Bir də uşaqlar, bizim normal qaydamız, dərslikdə olan qaydamız var. O metoddan da hesablaya bilərsiniz. Amma o vaxt aparandır. Vurğulara ayırırsınız. Ortaq vurğular işarələyirsiniz və böyük ədədi götürüb digərində olmayana vurursunuz. O şəkildə də yazmaq olar. Bir də ki, bu şəkildə yazmaq olar. Bizə desə əbob 48-70'in də hesablayın. Heç bir vurğu ayırmamış düsturu tətbiq edib. Bunu da tapa bilərəm. Əbob 2 vur 24, 3 vurulsun 24. Bu da bərabərdir. 24'ü çıxartdıq mütərizə xaricində yerdə qaldı. Əbob 2 ilə 3. Qarşılığı sadə ədədlərin əbobu biz bilirik ki, onların hasilinə, yəni 1'ə bərabərdir. 24'də 1'ə vuranda eləyəcək cavabımız 24.